Xanımlar arasında daha çox rast gəlinən problemlərdən biri olan süd vəzni fibroadenomalar haqqında məlumat vermək istəyirəm. Fibroadenomalar xoş xassəli, əllə ələnən hərəkətli süd vəzi törəmələridir. Daha çox 18-40 yaşlı xanımlar arasında müşahidə olunmağa başlayır. Fibroadenomaların əmələ gəlməsinin bir sıra səbəbləri vardır, lakin onlardan əsas səbəblər içərisində hormonal pozğunluqlar əsas yer tutur. Əvvəllər nisbətən orta yaşlı xanımlar arasında rast gəlinirdisə, artıq bu xəstəlik demək olar ki, nisbətən cavanlaşmışdır. Fibroadenomaların müalicə üsullarına gəlincə, onlar əgər ölçüləri 2 sm-dən kiçik olan fibroadenomalar varsa, biz onları nəzarətdə saxlayırıq. Yox, əgər fibroadenomaların ölçüsü 2 sm keçirsə, bu zaman həmin törəmələr sektoral rezeksiya əməliyyatı vasitəsilə süd vəzindən çıxarılır. Bu əməliyyatlar tam ziyansız əməliyyatlar hesab olunurlar. Tam estetik olaraq həmin şiş süd vəzi toxumasından çıxarılaraq süd vəzi toxuması və dəri estetik olaraq bərpa olunur və xanımlar əvvəlki vəziyyətlərinə, tam sağlam vəziyyətlərinə geri dönürlər. Əgər sizdə də süd vəzində hər hansı bir törəmə varsa və bu törəmənin fibroadenoma olduğu aşkar olunubsa, müraciət edə bilərsiniz. Bioloji təbabət klinikasının Masallı filialında da o əməliyyatı icra edirəm.